Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü videomuzda Raxmaninovun fortepiano yaradıcılığından danışacağım sizlərə. Fortepiano musiqisi Raxmaninov yaradıcılığının ən mühüm, vacib və geniş sahəsini təşkil edir. Pianist və bəstəkarlıq ixtisası üzrə konservatoriyanı bitirən Raxmaninovun fortepiano yaradıcılığı onun ifaçılığı ilə bağlı olmuş, fəaliyyətinin bu iki sahəsi bir-biri ilə sıx əlaqədə inkişaf etmişdir. Fortepiano üçün Raxmaninov iri və kiçik formalı əsərlər yazmışdır. Böyük həcmli əsərlərinə fortepiano orkestr üçün 4 konsert və 5-ci konserti sayılan Paganini mövzularına Rapsodiya, 2 sonata, re minor və si bemol minor və 2 variasiya silsiləsi, Chopin'in do minor prelüdünün mövzusuna və Corelli mövzusunda variasiyalar aiddir. Kiçik həcmli əsərlərinə prelüdlər, musiqi anları, etüd lövhələri, salon pyesləri, pyes fantaziyalar, bəzi romanslarının fortepiano üçün transkripsiyaları, ayrı-ayrı pyeslər, serenada, barcarolla, nocturne, elegiya, mazurka, vals və s. aiddir. Həm iri, həm kiçik formalı fortepiano əsərlərində bəstəkarın fərdi dəst xəttinə xas olan cəhətlər, onun üçün səciyyəvi olan obrazlar, melodik dili, ritmikası, harmoniyasının xüsusiyyətləri, musiqi mövzularını inkişaf etdirmək üsulları parlaq təzahür edir. Raxmaninov fortepiano musiqisində müraciət etdiyi janrlardan bir çoxuna yeniliklər gətirmişdir. Bu sahədə o, Liszt'in dəbdəbəli dekorativ pianizminin ənənələrini, Glinka, Çaykovskinin fortepiano əsərlərindəki cəhətləri, səmimilik, Rus xalq melodikasını sintezləşdirmiş, özünün üslubunu yaratmışdır. İkili notlar, oktav və akord pasajları, mürəkkəb sıçrayışlar, xırda notların pasajları və s. bunlara aiddir. Əsasən melodiyanı orta, violonçel registrində yazmağı sevirdi. Raxmaninov musiqisi mərd, pafoslu, sonsuz xoşbəxtliyi əks etdirir. Raxmaninovun pianizmi özündə estrada konsert üslubunu əks etdirir. Formanın genişliyi, virtüozluq, əzəmət və s. Hər yaratdığı əsər, registr, tembr təkrar olunmazlığını özündə əks etdirir. Əsasən baslar hökmranlıq edir. Ritmlər əsərlərdə polad kimidir. Fakturası çox şaxəlidir. Melodiya müxtəlif fakturalarda verilə bilər. Melodiyaları vokal xarakterlidir. 80-90-cı illərdə Raxmaninov yaradıcılığının əsasını böyük olmayan pyeslər təşkil edirdi ki, bunlarda düzülüş və musiqi dilinə görə çox sadə idilər. Onların məişət musiqisi ilə bağlılığını təkcə üslub xüsusiyyəti ilə deyil, eyni zamanda adları ilə də qeyd etmək olar. Elegiya, melodiya, romans, nocturne, serenada, barcarolla, vals, mazurka. Bir çox pyeslər janrlılığına və musiqi düzülüşünə görə Çaykovski və Arenskinin fortepiano miniatürlərini xatırladır. Onlardan bəziləri xalq mahnılarının 4 əl üçün işlənməsidir. Məsələn, Slava və s. Bu illərin ən yaxşı əsərlərində gənc bəstəkarın ona xas tipik xüsusiyyətləri özünü biruzə verir. Əsas obrazı Rusiya, vətəndir. Rus lirik peyzajı, tarixi, keçmiş, xalq epik janr elementləri, fəlsəfi düşüncələr 19-cu əsr Rus klassiklərinin simfonik və opera musiqisinə xasdır. Raxmaninov isə bu mövzuları fortepiano yaradıcılığında əks etdirir. Bəstəkar iri həcmli əsərlərini Rusiyada olarkən yazır, kiçik həcmli əsərlərini isə bütün yaradıcılığı boyu yazmışdır. Raxmaninovun əsərləri həm ifa, həm texniki cəhətdən, həm də obrazlı məzmunu dinləyiciyə çatdırmaq baxımından çox çətin olub, yüksək peşəkarlıq və məharət tələb edir. Bugünlük bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.